Salam dəyərli izləyicilər, qətlə yetirildiyi kamera görüntüləri ilə bəlli olub, söhbət nədən gedir? Biləsuvarda gəlini tərəfindən qətlə yetirildiyi bildirilən qadınla bağlı təfərrüatlar məlum olub. 4 oğlu və 2 qızı olan mərhum Almaz Cəfərova uzun müddət tənha yaşayıb və onun oğlan övladlarının Rusiya Federasiyasında olduğu bildirilir. Bir müddət əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan gələrək mərhumla eyni evdə qalmağa başlayıb və yaxınlarının sözlərinə görə Almaz Cəfərova tək yaşadığı üçün evdə təhlükəsizlik kameraları quraşdırıb və hadisədən təxminən 40 gün sonra yaxınları kamera görüntülərinə baxarkən ahıl qadının qətlə yetirildiyini müəyyən ediblər. Qeyd edək ki, mərhum həm də Həsənzadənin dayısı arvadıymış və Daxili İşlər Nazirliyi, həmçinin prokurorluq orqanları sözügedən qətlə bağlı birgə məlumat yayıb. Qeyd olunur ki, Biləsuvar rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətli kənd sakini 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürülməsi müəyyən edilib. Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari ilin noyabrın 13-də Almaz Cəfərovanın yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilir. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.